Paradoks. Hı. Gəl bugün lingvistləri sıralayaq. Hazırsan? Getdik. David Crystal yoxsa Roman Jakobson? Təsadüflə ilə Crystal'ın kitabını oxuyuram bu aralar. Crystal, yəni lingvistikanı populyarlaşdırmaqda çox əvəzolunmaz simalardandır, amma Roman Jakobson demək istəyirəm. Çünki Jakobson özü konkret fonologiyada, strukturalizm sahəsində çox böyük töhfələr verib və hətta Praqa məktəbində yetirməsidir. Jakobson demək istəyirəm. Roman Jakobson yoxsa Steven Krashen? O, Steven Krashen gəldi mənim kimi. Burada Krashen deyəcəm, çünki Jakobson da çox dəyərli iş görüb, amma Krashen'in elədiyi, yəni lingvistikanın metodikasında çox inqilabi bir şeydir. O, həm də neurolingvistidir və comprehensible input terminini gətirdi lingvistikaya. Krashen demək istəyirəm. Steven Krashen yoxsa Claude Lévi-Strauss? Claude Lévi-Strauss dil strukturları ilə mədəni strukturlara əlaqələndirdi, amma məncə antropolog kimi daha yaxşıdır. Ona görə Krashen deyəcəm burada da. Steven Krashen yoxsa William Labov? William Labov sosial lingvistika banisidir. Yəni o dil dəyişikliyini sosial faktorlarla izah edirdi. Amma yenə Steven Krashen deyəcəm, yəni neurolingvist kimi məncə pikdir. Steven Krashen yoxsa Joseph Greenberg? Greenberg dil tipologiyasında çox mühüm işlər görüb, həm də dillərin müqayisəli cədvəlini hazırlamışdı. Yəni burada lingvist kimi Greenberg demək istəyirəm. Məncə Greenberg. Joseph Greenberg yoxsa Noam Chomsky? Chomsky çox yaxşı intellektual idi, amma bəzi fikirləri var ki, razı deyiləm. Məsələn, dilin bioloji bir məfhum olduğu, yəni bioloji olaraq biz doğulandan dil açdığımız ya da doğulmazdan əvvəl hətta funksiya bizdə var. Joseph Greenberg yoxsa Ferdinand de Saussure? Və kral gəldi. Ferdinand de Saussure. Məncə odur bir nömrə, çünki strukturalizm nəzəriyyəsinin banisi idi dilçilikdə və hətta dillə nitq arasındakı fərqi də fəlsəfi olaraq çox yaxşı izah etmişdi. Dil fəlsəfəsində ən yaxşı simvollarındandır. Məncə Saussure. Ferdinand de Saussure yoxsa Leonard Bloomfield? Oxşardır. Hər ikisi strukturalizm banilərindən sayılır, amma Saussure qat-qat öndədir məncə. Çünki həm də semiotikanın da banilərindəndir. Hətta müasir dilçiliyə çox böyük töhfələri var. Dillə nitq arasındakı fərqi izah eləmişdi ilk dəfə. Ona görə məncə Saussure burada öndədir. Zanan Ferdinand de Saussure.